Cənab Prezident, salam. İlham Əliyev cənabları, mənim övladım Mustafa Pərvin Sadıqoğlu 2023-cü il sentyabr ayının 18-i axşam saat 20:30 iradələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində yol polisləri tərəfindən saxlanılıb. Bu ərazidə oğurluq olub deyiblər, maşından saldılar. Özünü təqdim eləyəndən sonra övladıma aparıb veriblər Nərimanov rayon narkobiznes polis idarəsində narkobiznes şöbəsinə. 1 saat qalıb orada, onu toka verib, şişəncə veriblər, təhqir eləyiblər. 1 saatdan sonra onu aparıb, sürdüyü maşını da özünlə gətiriblər Nərimanov polis idarəsinə. Sonradan maşınla bir də aparıblar 17-ci polis bölməsinə. Polis bölməsinə aparıb orada təhvil verib üstünə baxış keçiriblər ki, üstündə heç nə yoxdur. Sonra gəliblər ki, maşından bəs bu narkotik maddə çıxıb, qara klor, tərəzi, metavitamin, belə bir şey. O da deyir, mənim elə şeylə əlaqəm yoxdur da, mən elə ondan məşğul olan adam deyiləm, taksi şoferiyəm. Sonradan mənə zəng elədilər, gecə 12 zad olardı belə, birə işləmir zad, belə vaxtlarında. Anam evdə xəstə olduğuna görə qardaşım gəldi, biz getdik 17-ci bölməyə, getdik gördük bir dənə mülki şəxs geyimdə bir şəxs. Dedi ki, mən vəkiləm, məni çağırıblar, Pərvinin işinə görə gəlmişəm. Sonra biz nə qədər elədik ki, elə şeylə məşğul deyil, nə, dedilər, yox, mümkün deyil, saxladılar. Biz gəldik evə, gələndən sonra səhərə yaxın saat 5-ə işləmiş, gedib maşına baxış keçiriblər. Vəkil də orada olubdur. Bunlar polis maşında oturanda tədqiqatçı da bir saata, yarım saata qədər maşının içində düzəliş eləyiblər, sonradan çəkiliş eləyiblər. Tədqiqatçı məhkəmədə ifadə verdi ki, güya saat 12 birə işləmiş, maşına baxış keçirilib. Amma qol saatı çəkiliş vaxtı kameraya düşdüyünə görə yalan ifadə verdiyi aşkar olundu. Göründü ki, saat 5-ə işləmiş, maşına baxış keçirilibdir. Sonra səhərsi günü 18-ci ayın 19-cu günü məni axşam saat 5-in yarısı Nərimanov polisində Qurbanov Şahmar müstəntiq zəng elədi, çağırdı ki, övladınız buradadır. Getdim, yaxınlaşdım ki, valla mənim övladım belə işlə məşğul deyil. Dedim, mümkün deyil, 234-ün 4-ün üstündən iş açılıb, bəs material göndərilib mənə. 4 ay araşdırma getdi, güya araşdırma getdi. Heç bir araşdırma olmadan işi bağlayıb verdilər Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun icraatına. Məhkəmə gedirdi, araşdırma olurdu. Mən yenidən TŞ-88-in açılması üçün cənab nazir Vilayət Eyvazovun qəbuluna getdim. Bir dəfə Şamaxıda gəldim, açmadılar kameranı, TŞ-88-i. Sonradan məcbur oldum, getdim, yardımlıda qəbula düşdüm. Nəysə, sonradan məhkəmə prosesində Əli Məmmədov icraatı çıxdı, onu göndərdilər apellyasiya məhkəməsinə, işi verdilər Fəxri Məmmədova. Fəxri Məmmədovda iş aparılan zamanı gördüm ki, 7 ayda 33 dəqiqə məhkəmə getməyibdi. Məhkəmə çox yavaş gedir. Hansı bir gün yəqin ki, mənim övladıma gətirib araşdırmaya heç nə aparmadan bir 9-10 illik hökm oxunacaqdı. Məcbur olub mən yenidən məhkəmə hüquq şurasına müraciət elədim, yenidən getdim Vilayət Eyvazov cənablarının qəbuluna, sonra getdim insan hüquqlarına, sonra getdim Ağır Cinayətlərdə İsmail Xəlilovun qəbuluna ki, İsmail müəllim, çox xahiş edirəm, kameranı açdırmağa kömək eləyin, TŞ-88-in açılmağına kömək eləyin. Cənab Prezident, bu hakim mənə deyir ki, nazirlikdən mənə zəng eləyiblər ki, bu qadın çox yazıq qadındır, onun övladına kömək eləyin. Mən də dedim, niyə? Bəyəm kimsə hüququnu tələb eləyəndə yazıqmı olur? Bəlkə elə mənim oğlum ağır bir cinayətkardır, bir kameranı açın, baxın da. Dedim, vilayət açmayıb, mən niyə açıram? Mən dedim, açmayın. Gəldim, yenidən başladım. Mən telegram ilə, sizə telegrama vurdum, müraciət elədim, Mehriban xanıma müraciət elədim, telegrama ilə. Məhkəmə hüquq şurasına yenidən müraciət elədim, TTK-ya müraciət elədim. Sonra da bunların hamısının cavabı gələndən sonra məhkəmədə hakim Fəxri Məmmədov mənə məhkəmədə qaldırdı ki,
Pərvinin maması sizsiz, bizdən niyə şikayətsizsiniz ki, məhkəmə getmir. Dedim, məhkəmə obyektiv getmir, araşdırma ilə aparın. Bu vaxtı da məhkəmənin tərkibinin biri Anar Sadıqov nə elədiyi bir boşluğa görə, bir cinayətə görə, işdən xaric olunduğuna görə məhkəmənin tərkibi təzələndi. Hafiz adlı hakim məhkəməyə daxil oldu. Hafiz müəllim gəldi, işin tərkibi yenidən başlandığına görə istintaqla aparılmağı tələb elədi. Kamera açıldı, anten dairəyə baxdılar. Gördülər ki, həqiqətən də mənim övladımın heç bir günahı yoxdur. Heç bir günahı yoxdur. Fəxri Məmmədov da mən bu şikayətlərimdən sonra başladı işin obyektivinə aparılmağına, araşdırmağa. Gəldi, mart ayının 31-i hökm oxunacaqdı. Mart ayının 10-da 2026-cı ildə hökm oxundu. 3 il 6 ay hökm oxundu. Tədqiqatçını işdən xaric elədilər. Ona xüsusi iş açdı Fəxri Məmmədov. Cənab Prezident, əgər bu tədqiqatçı günahkardırsa, ona iş açılırsa, mənim maşından çıxan narkotik saxtadırsa, onun tərkibi saxtadır, onun yanında olan bir nəfər oğlan deyir, mənə veribdir, ona verilən nəşə də saxtadırsa, mənim övladım niyə nahaq yerdən cəza çəkməlidir? Bəraətini versinlər də. Nədən əziyyət çəkir? 2 il 8 aydır bağlı yerdə qalır, əzab çəkir, bütün hüquqları tapdanıbdır. Belə bir haqsızlıqla biz üzləşirik. Polislərə haqq qazandırırıq yaxşılarına, amma pisləri də yaxşıları tapdırır, vətəndaşları pis günə qoyurlar. Belə bir vəziyyətlə üzləşmişəm, dəfələrlə sizə müraciət eləmişəm, yəqin ki, heç müraciətim sizə çatmayıb. Mehriban xanıma da dəfələrlə elektron poçtuna da müraciət eləmişəm. Amma ki, məcbur olub yenidən sizə müraciət eləməli oldum ki, mənim övladımın bəraətinə köməklik eləyəsiniz. Hal-hazırda apellyasiya məhkəməsində Emin Əliyevin hakimliyi ilə məhkəmə gedir. Çox xahiş eləyirəm, mümkün daxilində övladıma köməklik eləyib bəraətini verilməyinə köməklik göstərəsiniz.